xeyirlər olsun. Ölkəmizdə və dünyada baş verən ən son iqtisadi yeniliklərlə Ekonomiksin axşam buraxılışı efirdədir. Birləşmiş Ştatlar və Avropa Birliyinin Rusiyanın qaz hegemonluğuna qarşı mübarizəsi Azərbaycanın xeyrinə ola bilər. Xəzər Enerji Mərkəzinin hesablamasına görə yaxın 4 ildə ölkəmizin mavi yanacaq ixracının illik 10 milyard kubmetrdən 20 milyard kubmetrə kimi artırmaq imkanı var. Mükəmməl bir zamanlama olardı ki, Azərbaycan tərəfi qalxıb, biz 10 milyard deyil, 20 milyard kubmetr qaz vermə qabiliyyətinə sahibik, müəyyən dərəcədə dəstək lazımdır, texnoloji mənada, finansal mənada, amma Azərbaycanın bunu ediləcək qədər kifayət qədər yataqları var, biz bunu həmişə deyildik. Amma bu məsələni konkretləşdirib, konkret təklif halına gətirmənin zamanlaması çox əla şəkildə yetişmiş vəziyyətdədir. Yəni, bunun iqtisadi aspektləri olmasa belə, siyasi cəhətdən bunun Azərbaycana qazanacaq dividendləri hesablamaq belə mümkün deyil. Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə bağlı bəzi qeydiyyat məsələləri asan xidmətə həvalə olunacaq. Qurumda artıq layihənin hazırlanması ilə bağlı təkliflər üzərində iş aparılır. Sahibkarlar Milli Konfederasiyası hesab edir ki, layihənin icrası iş adamlarının əlavə vaxt və məsrəf itkisini minimuma indirəcək. Alim Qiyasov 5 ildir ki, özəl sektorda çalışır. Gündəlik istehsal gücü 20 ton, illik gücü 17 min ton olan müasir çörək zavodlarından birinə rəhbərlik edir. Lakin işləri heç də həmişə asan başa gəlməyib. Deyir ki, əhalini çörəklə təmin etmək çox məsuliyyətli həm də çətindir. Üstəlik qeydiyyat, sənədləşmə kimi məsələlər işləri bir qədər də çətinləşdirir. Sahibkarlığa başlamaq, müəssisə açmaq özü müəyyən vaxt bir zaman tələb edir. Müəssisəni açmaq işçilərin avadanlıqlarla təmin edilməsi bütün bunlar sahibkarların öhdəsinə düşür. İndi təsəvvür edin ki, sənədləşmə qeydiyyatı uzun çəkərsə, biz vaxt itiririk. Həm də Bakı şəhərində kommersiya hüquqlu şəxslərin qeydiyyat idarəsi bir ünvanda xidmət göstərir. Bəzən müraciət edənlərin çox olması saatlarla növbə gözləmənizi səbəb olurdu. Ona görə də proses nə qədər sadələşsə, sahibkarlar üçün bir o qədər də yaxşıdır. Əvvəllər belə problemlərin sayı çox olsa da, Vergilər Nazirliyinin bir pəncərə sisteminin tətbiq etməsi və elektron qeydiyyatın aparılması işləri bir qədər asanlaşdırıb. Təkcə 2013-cü ildə belə qeydiyyata müraciət edənlərin sayı 70% artıb. Onlar ümumi sahibkarların 54%-ni təşkil edib. Lakin problem tamamilə həllini tapmayıb. Məmur qapısında saatlarını, hətta günlərini itirən sahibkarlar hələ də var. Hamısı olmasa da bu qrup acgöz məmur məncəməsində Azərbaycan sahibkarlığı boğulursa, ölkənin fermeri məmurla daha çox vaxt itirirsə, orada istehsal da aşağıdır, fermerin gəlirləri də aşağıdır və həmin ölkənin məsələn sahibkarları həmin ölkənin təminatında çətinlik çəkirlər. Azərbaycan Prezidentinin imzaladığı sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər planı haqqında fərmanda bir sıra məsələlərin həlli qeyd olunduğu kimi həm də bu problemin də həlli zəruri hesab edilir. Elə buna görə də sahibkarların qeydiyyat prosesinin asan xidmətə həvalə olunması planlaşdırılır. Məsələ ilə bağlı artıq xüsusi təkliflər paketi hazırlanıb. Bu saracaqlı göründüyü kimi artıq bu proseslərə asan xidmətin də qoşulmasından gedir. Bu isə asan xidmətin bu sayı qoşulması bu proseslərin şəffaf olmasına bir nümunədir. Ekspertlər də hesab edirlər ki, bu qərar prosesi müsbət istiqamətə dəyişə bilər. İnsanları daha rahat və özlərine yaxın ərazidə yük şəxsiyyətinə müraciət edə bilirlər və daha şəffaf formalarda, daha insanlara əl çatımlı formadadır. Məsələ ilə bağlı asan xidmətdən bildirdilər ki, artıq təkliflərini veriblər. Sənəd hazırlandıqdan sonra aidiyyatı qurumların müzakirəsinə çıxarılacaq. Aysel Fərziyeva, Ziyallah Yarov, Rüfət Əliyev, Lider TV. Gürcüstandan Azərbaycana avtomobil ixalı azalmaqda davam edir. Qonşu ölkənin Milli Statistika Xidmətinin məlumatına görə bu ilin yanvar-fevral aylarında 37 milyon dollar dəyərində 44.720 minik maşını gətirilib və bu göstərici 2013-cü ilin müvafiq dövrünə nisbətən 1000 avtomobil azdır. Göstəricinin azalmasının səbəbi isə ölkəmizə idxal edilən maşınlara sabahdan etibarən Avro 4 ekoloji standartının tətbiq edilməsidir.
Səudiyyə Ərəbistanı sutkalıq neft hasilatını artırmaq niyyətindədir. İranın da dünya bazarına qayıtması üçün qarşıya çıxan əsas maneələr aradan qaldırılıb. Bu isə birjalarda qara qızılın ucuzlaşmasına gətirib çıxaracaq. Birləşmiş Ştatlar Prezidenti Barack Obamanın Səudiyyə Ərəbistanına səfərini şərh edən analitiklər bu fikirdədirlər və Avropanın təbii qazı olan tələbatını ödəmək 2015-ci ildən tez mümkün olmayacaq. Yaxın vaxtlarda qiymətlərin düşməsini də gözləmək olmaz. Birləşmiş Ştatların Energetika Nazirliyi belə bəyanatla çıxış edib. Eğer qaz təchizatı barəli yekun qərar təsdiqlənərsə, o zaman bu proses ən azı 2 il vaxt alacaq. Həmçinin onu da bildirirlər ki, ixrac olunacaq təbii qazın qiyməti Avropa ölkələrinin hazırda aldığı qiymətdən aşağı olmayacaq. Çünki nəzər ediləcək təbii qaz qiymətinə daşınma və boru xətlərinin xərclər də əlavə edəcək. Avropalılar üçün dəyişən sadəcə təchizatçı olacaq. Ukraynadakı böhranın Rusiya iqtisadiyyatına heç bir təsiri olmayacaq. Rusiyanın İqtisadi İnkişaf Nazirliyindən bildiriblər ki, rublun məzənnəsinin kəskin düşəcəyi xəbəri də həqiqəti əks etdirmir. Ukrayna məsələsinə görə rublun məzənnədəki mövqeyinin zəifləyəcəyi absurddur. Ümumiyyətlə siyasi proseslərin milli valyuta əmrələrinə təsirini azaltmaq üçün qabaqlayıcı tədbirlər görülür. Rublun mövqeyinin möhkəmləndirilməsi üçün büdcədə müəyyən qədər vəsait ayrılır. Bu da öz müsbət nəticəsini göstərir. Səhmdarları bu cür qeyri-real informasiyalara əhəmiyyət verməməyə çağırırlar. Avropanın ən böyük iqtisadiyyatına malik Almaniyada fevral ayında inflyasiya səviyyəsi aşağı düşüb. Federal Statistika İdarəsindən verilən məlumata görə istehlak qiymətləri illik göstəricidə cəmi 0,9% artıb. Bu isə 2010-cu ilin iyun ayından bu yana müşahidə edilən ən aşağı göstəricidir. Statistika İdarəsinin mütəxəssisləri isə bildirirlər ki, iqtisadi inkişafın ən maksimal nəticəsi yay aylarında müşahidə ediləcək. Çin hökuməti bu il ərzində ümumdaxili məhsul istehsalında artımı 7,5%-ə çatdırmağı qarşısına məqsəd qoyub. Baş nazir Li Keqiang bildirib ki, hədəfə çatmaq üçün bütün mümkün variantlar hazır vəziyyətə gətirilib. Ümumdaxili məhsulun inkişaf tempinin səviyyəsi həm qorunmalı, həm də artırılmalıdır. Ehtiyatımızda lazımi tədbirlər planlar və hər an icraya hazır vəziyyətdədir. Bank sistemində islahatlar, şirkətlərin maliyyələşdirilməsi və sərmayə bazarının diversifikasiyası bunlardan sadəcə bir neçəsidir. Bu il ərzində 7,5% hədəfi yerinə yetirmək üçün birlikdə maksimum dərəcədə səy göstərməliyik. Neft birjaları fərqli dinamika nümayiş etdirirlər. Amerikanın New York Həmtəy birjasında hərraca çıxarılan light neftinin qiyməti 0,1% artıb. Bu saata onun bir barelinin qiyməti $101.54 sentdir. London birjasında hərraca çıxarılan Brent nefti isə 0,16% eniş nümayiş etdirib və indi bu markadan olan qara qızıl $107.83 sentə satılır. Dünyanın fond birjalarında müsbət tendensiya qeydə alınıb. Amerikanın Dow Jones, S&P 500 və Nasdaq 100 indeksləri 0,45%-ə yaxın artırıblar. Almaniyanın DAX-ı 0,17%, Böyük Britaniyanın FTSE 100 indeksi isə dəyərini 0,37% yüksəldib. Yaponiyanın Nikkei 225 indeksi də 0,17% arta bilib. Qızıl isə ucuzlaşmağa başlayıb, hazırda sarı metal $1292 təklif edilir. Gümüşün qiymətində isə artım qeydə alınıb və indi bu metal $19.90 sentə satılır. Platin 1%-ə yaxın dəyərini artırıb, palladium və alüminium da bahalaşıblar. Mis isə bir qədər ucuzlaşıb. Bu saata avro-dollar 1.37, 68 dollar yen 103.21'dir, funt sterling dollar isə 1.66, 32'ye mübadilə olunur. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dollar təxminən 78 qəpik yarımdır, avro 1 manat 8 qəpikdir, Rusiya rublu 2,2 qəpiyə, Türk lirəsi isə 36 qəpiyə mübadilə olunur. Bu qədər bugünə təqdim edəcəyimiz iqtisadi yeniliklər bunlar idi. Salamat qalın. Vaxt Sədamdır.